Deməli əziz dostlar, bugün ayın 19 fevral 4-cü gün 2026-cı il. Deməli bu cinayətkar bandalar, hansılar ki mənim də həyatımı məhv elədilər demək olar ki. Hal-hazırda yenə Mirqafar Seyidovun havadarlığının izləyilməyə çalışırlar. Bu belə bir fake məlumatdır. Əslində bu məlumatı yaymaqla Mirqafar Seyidov öz iş yerini gizlətməyə çalışır. Hansı vəzifədə işlədiyini gizlətməyə çalışır ki, hal-hazırda qanun güvəki rəisi deyil. Bu belə bir hal baş verib bugün burada. Mirqafar Seyidovun havadarlığı altında saxta sənəd düzəltdilər. Mirqafar Seyidov doğuşan kimi Masazır Messinin həyətinə girərək həmən sənədi atama vermişdi ki, Allahşu Parazadənin ailəsinə əlbir olaq bərəkdə elədi ki, Əbülfət Rızayevin adından saxta sənəd çıxarsın. Hal-hazırda TikTok səhifəsində qumar oyunlarının dəstək xətti ilə 2022-ci ilə qədər davam edən Kapital Bank dələduzunun dəstək xətti ilə belə bir yalan məlumat da yayırlar. Yəni bu şəxslərin cinayətləri həddindən artıq çoxdur və bu adamlar 2014-cü ildən mənim həyatıma giriblər, çıxmırlar. Mirqafar Seyidov narkotacirdir. Mirqafar Seyidov havadar və himayədardır. Və bu addım atmaqla Mirqafar Seyidov öz iş yerini gizlətməyə çalışır. Amma halbuki general mayor Əbülfət Rızayevin adına saxta sənəd və saxta idarə düzəltmək planını da Mirqafar Seyidov həyata keçirmişdi. Mən də təbii ki öz mövqeyimi bildirdim Mirqafar Seyidova qarşı. Ayrı vaxt bizim işçiləri Mirqafar Seyidov kişilikdən, mərdlikdən danışır. Buna nə ad verək? Bu gün bəlli olur ki, Mirqafar Seyidov kimdir, ailəsi kimdir, Allahşu Parazadənin ailəsi kimdir. Doğuşan kimi Masazır məktəbinin həyətində gizlənirdi Mirqafar Seyidov, namərd. Və fake məlumatlar olduğu barədə vermişəm. Amma birazdan bu məlumatları xüsusi xidmət orqanında işləyən bu həyat yoldaşı, zövcü adlandırdığı pozğunu Alatavada yaşayan bir əməkdaş, xüsusi xidmətin əməkdaşı siləcək bu xəbərləri. Belə xəbər saytı var burada. Və bununla paralel olaraq digərləri də banditizmdə oturan təxribatçılar, narkotacirlər, Kənan Hacıyevin bacısı bu dəqiqə banditizm öz pozğun bacılarının tərəfini saxlayır. Hansı ki bu şəxslər Azərbaycan dövlət daxilinin törətdikləri cinayətləri xarici vətəndaşların əli ilə həyata keçirdilər. Mənim başıma çox oyun açıblar. Hal-hazırda mən YouTube səhifəmə heç bir şey əlavə eləyə bilmirəm. Və Mirqafar Seyidovun havadarlıq elədiyi, himayədarlıq elədiyi narkotik alveri, kiber cinayətkarlıq və s. hələ də davam edir. Yəni bu adamlar dayanmayıblar. Son vaxtlar durmadan yenə bu qumar oyunlarına məni, kiber qumar oyununa cəlb eləmək istədilər ki, bu da onlarda alınmadı. YouTube kanalına və digər kanallara da xüsusi xidmət orqanında işləyən Alatava ərazisində qalan Fikrət adında bir ləyaqətsin qonşusudur. Bu cinayətkar dəstənin əsas üzvü, havadarı. Və bunlar hamısı bir yerdə əsas məqsədləri general mayor Əbülfət Rızayev cənabını şərləmək, böhtanlamaq olub. Hələ də bunlarda alınmır. Bu çirkin oyunlar hələ də davam eləməkdədir. Allah Mirqafar Seyidovun ailəsinin bəlasını versin. Çünki yüzlərlə adama narkotik alveri olub, narkotik dövrəsi olub və Mirqafar Seyidov da burada artıq havadar mövqeyində çıxış eləməkdədir. Və bu növ iz itirmək məqsədli fake məlumat yaymaqla bu adam öz vəzifəsini belə inkar edir. Ayın tarixini də qeyd elədim sizə. 19 fevral 2026-cı ildir. Mən Əbülfət Rızayevə nə qədər məktub göndərmişəmsə, General Rızayevin şəxsi heyəti, banditlərin şəxsi heyətləri zərrə qədər də olsun Əbülfət Rızayevə hörmət qoymurlar. Tam əksinə əmrləri və komandaları Mirqafar Seyidovdan qəbul edirlər və vəzifələrindən sui-istifadə edib Azərbaycan dövlətinə qarşı yaratdıqları cinayətkar dəstənin havadarlarının izini itirməyə çalışırlar ki, bu da onlarda alınmır.